Burada saat 11-ə hardasa 4 saat qədər yemək yeməmişəm. Növbə gözləyirik və az deyiləm. Burada Laləliyə gəlmişik və dedim ki, bizimkilərə düşün şəkil çəkdirək vlog, həm də daha yaxşı görünsün deyə. Sinif yoldaşlarımın arasında burada video çəkdirənlər də var idi. Mən bilmirdim mağazamıza bu qədər yaxında, amma yaxın olduğunu görəndə dedim ki, düşək çəkdirək və belə alındı. Bunu evə özümdən xatirə aparmaq istəyirdim, amma xarab oldu. Deməli dostlar, bizimkilər düşdü. Belə videomu yaxşı çəkə bilmədim, çəkə bilmədim o qədər də. Çünki insanlar var idi və mən insanlar olanda belə qəşəng rahat çəkə bilmirəm deyə o qədər də qəşəng alınmadı. Bir dənə aldıqlarımı göstərim, yemək yeyirəm. Bir dənə dönər, bir dənə kola, ondan başqa şəhbit, bir dənə şəhbit, Doritos. Ben böyle bir dəftər aldım, çox lazımsızdı. Bundan daha qəşəng vardı, amma gedib bunu aldım bir daş. Belə dənə domat, əzli soğanlar, belə kofe, ruçkalar və noodle və tədəf. Bu çörəyi də babam bu gün alıb mənim üçün və bu gün mənim üçün əla idi. Dostlar, artıq evə gəlmişik və indi sizə qolumu belədir. Biraz tərəfdən də ağrıdır, amma normalda ağrıdmır. Bir də aldıqlarımı bəlkə shorts videosu olaraq attım, amma bəlkə yəni böyük ehtimal atmaya da bilərəm. Çünki istədiyim çox şey yox idi. Yəni özümə bayağı bir şey almaq istəyirdim. Belə bebə yağı, vazelin, balacalardan böyük var idi, amma balaca yox idi. Mən də balaca istəyirdim. Sonra sabun alacaq idim, amma ala bilmədim. Çünki yox idi orada, tapa bilmədim. Ona görə bu günlük bu qədər idi. Sağ olun.